Davam edir, hörmətli tamaşaçılar və xoş xəbər verməyə əlbəttə ki, səhər-səhər hər zaman sevinirik və elə işğaldan azad olunan ərazilərimizə vətəndaşlarımızın, sakinlərimizin geri dönüş prosesini, geri dönüş ilə bağlı yaşadıkları sevinç xəbərini sizlə bölüşürük. İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam etdirilir. Ağdam şəhərinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir ki, növbəti köç baş tutub. O barədə məlumatı nəzərinizə çatdırır. Bəli, bu mərhələdə Ağdam şəhərinə 110 ailə, 397 nəfər köçürülüb. Bununla da Ağdam şəhərinə ümumilikdə köçürülənlərin sayı 659 ailə, 2411 nəfərə çatıb. Və bu münasibətlə Ağdamlıları efir vasitəsilə təbrik edirik. Böyük məmnuniyyətlə istəyərdik ki, onlar da bir vətəndaş kimi orada bir təşəbbüs irəli sürtsünlər, Ağdam gözəlləşsin, istənilən halda gözəldir və daim orada həyat sözün əsl mənasında çiçəklənsin və qaynasın. Bəli, bax, indi avtobus artıq minib yola düşənləri görürük. Nə xoş bizə ki, səhər belə bir imkanımız oldu ki, biz bu xəbəri sizə çatdıraq. Bəli, izləyicilərimizə çatdıraq və elə bu proses davam edir, bərpa quruculuq işləri həyata keçirilir və bərpa quruculuq işləri bitdikcə də köç mərhələsi artıq başlayır və sakinlərimiz öz doğma yurduna geri dönür. Biz isə saatın tamamına yaxın